Nigar, bugün necəsən? Yaxşıyam, Həbib, siz necəsiz? Yaxşıyam, təşəkkür edirəm. Çəkirsiz? Bəli, çəkilir. Günün mövzusu nə olsa bəyənərdin. Qəşə enerjik də gəlmisən. Günün mövzusu nə olsa bəyənərdim. Bəli. Fantastika. Mən bayağı spoiler yemişim, mövzunu eşitdim. Heyvanlar haqqında olsun istəyərdim. Qorxulu bir şeylər gözləyirəm. Məncə qorxulu bir şeylərdir. Tam üstünə barmağı bastım. Kadr arxası olmasa oradan ağarır. Əşədən nar. Böyle. Benim qarşıdakı. Bəli, ekranda 5 dənə videomuz olacaq. Birdən etibarən. Nerede ki o yerə tökdü? O sizə belə demişdim. Kakain değil bu. Duz. Buz? Duz. Duz. Tokuşması ya. Qədim zamanlarda ifritələrdən, ifritdən, nə bilim, cinlərdən qorunmaq üçün qapı önlərinə duz tökərdilər. Bu oradan qalma adətdir. Bu gələn cinimiz də Beş kakos koyan zino. Benim birinci laminat şeydi. Beş kayıkta da dışıma gitti bir palasa. Maraqlı. sehrə caduya inanırsan, değil mi? Bəli. Yəni sehir deməyim, amma caduya inanıram da. Cəmaatın bu devizadı dağılıb. Başına gələn hadisələrdən biri. Pencəyimin cibində tapmışam. Ərəbcə yazmışlar. Sonradan araşdırdıq ki, ayət-ül kürsüdür. Kimsə pisliyəmək istəyib, yaxşılıq edib. Bu heç qorxulu değildi. Qorxunç şkalası aşağıdan yuxarı gedir deyə. 5-ci də onda. Keçən onda 3-cü videomuzda. Bu nəsə heç xoş bir şey deyil. Amy, Oyda Evo. Oh my god, neydi oyda? Amy, O sonra kaçtı oğlum. Amy. Sümeyye'ni gördüm. He? 2 nəfər değildi orada. Böyle düz bəz yanmıştı. Videoda 2 dənə üz var idi. He? Hə. Gördüyün kimi, ən çox belə kadrlarda uşaqların olması nə ilə əlaqədardır səncə? Bilmirəm, insan buna real gözündə baxırsan. Mən buna real gözümdə baxmıram da. Yəni bu əks oluna bilməz də. Yəni oxumuşuq da ən azı bunların bir ekrana əks olması, kameraya əks olması, nə Bu bilim. mövzunun həmişə yası var. Hə. Ya deyilsə. Deyilənə görə, amma bu boyda uşaq yox da, yəni balaca uşaqların, 3 yaşına qədər uşaqların 3-cü gözü açıq olurmuş, hər şey görünürlərmiş. Məncə ona görə də həmişə uşaqlar tərəfdən vururlar ki, tip onların gözünə görünür eləyir. Bu hamısı bir-birinə bağlıdır. O bayaqki kakosu dartan buydu. Bu kakosu dartıp gözünə görsədir. Onda keçək 3-cü videomuza. Yavaş-yavaş qorxulu olur aşağı. Aha. Ay, korktum. Yox, baxmayacağam. Həmişə nə olur bu oyuncaq kuklalardan olur. Heç başıma belə hadisə gəlibmi? Qorxmuşam. Ona da elmi dildə qarabasma deyirlər də. Yəni at şorunun üç şorundan toqquşması nəticəsində insan sanki üzərində nəsə bir varlıq olduğunu hiss edir. Mən vəbşə bir ara gözümə paranormal hadisələr görünürdü. Xüsusilə də o qadınlarda zahılıq dövrü deyirlər. Ondan o dövrlərdə falan. Belə deyim də, o hərdən indi yox, o vaxtlardan görsən yatanda zətdə olurdu məndə. Elə bir kimsə, belə mən arxadan bir nəsə eləyib, dartıb çıxartması, çavatımdan azaltdı, yəni belə bir şey üstümə gəlir, neyləsə. Yuxu görmüşəm də, yəni belə. Bir oyuncaq kukladan olub, bir də pişikdən olub. Oyanmışam, görmüşəm, gözləri falan parıldayır, ondan qorxmuşam elə. Keçəyə dördüncüyə. Yemədim bunu, keçəyə dördüncüyə. Ben sen de şüphelerim. Ne söylüyorsun?
yapma ya. Heç gəlməsə asta-asta gəlir. Belə şeylər Qaçan uşağı məndən yox idi. Mən də görmədim. Göz əməliyyatımda fayda eləmir. Qış vaxtı, ən çox qış vaxtları belə hava tez qaralır axı. Belə hadisələrdə olmaqdır. Kameraya alınan nə əcəbdirsə. Evə gəlmisən, bu hadisələr olduğu kimi başına gəlir. Eləyəcəyin birinci şey. Qışqıraram Murad. Bilmədiyim duaları da oxuyaram. O nazil onlar da oradan. Mən heç o duaları oxu tez-tez. yoxdur elə söhbət. Yoxdur. Onda keçək 5-ci bonus videomuza. Uşaqları kullanırlar bu qorxunçları. Digər otaqdan bu səsin gəldiyini düşün. Sən nə eləyər? Video ağlıma salıb gülərdim. Mən 100% deyirəm ki, nə bilim, üstünə təriflər falan var. Övlad da sənin oldu, qaçan yerin yox, döyən yeri yox, kəsiləsi yeri yox, öldürüləsi yeri yox. İşte razılaşıb yaşayırsan, başqa variant yox. Amma bu həqiqətən də bonus videosu imiş və bütün enerjimi yerinə gətirdi və bütün qorxumu aldı. Təşəkkür edirəm. Kamran, yekunda videolarımıza baxdın. Ümid edirəm bəyəndin. Bəyəndim. Axırıncı video vəbşim şeydə var idi. Sonunda izləyicilərimizə nə demək istəyirəm? Bu bizim ikinci çəkilişimizdir. Deyəsə elə iki dənə qalacaq deyəsən. Anu! Bu arada qarşımızı kəsən çox şeylər var. Məsələn, qonşular kimi. Ki, mənə ümumiyyətlə maraqlıdır ki, insanların fikri, başlarına gələnlər. Çünki mən paranormal haqqında o qədər maraqlı şeylər eşitmişəm, hətta yaxın çevrəmdən də. Qorxu deyildi. 5-ciyə çox xoşuma gəldi. Gülməli idi, uşaq var idi. Bütün bu qorxulu kinolarda uşaqlar və kuklalar istifadə edirlər. Maraqlı işlər, amma maraqlısı 5-cidir uşağım, bölgü eləmək. O mikrofona mən də istəyirəm. Karaoke gir. Karaoke girmək olmaz. Təkcə bu video ilə bağlı yox, digər videolarımıza nə çəkə bilərik, onlara daha nə maraqlı ola bilər biz çəkək, o haqqda yazsınlar. Bu bizim ikinci videomuzdur. Bundan sonraki videolarımız da gələcək. Sizin rəyləriniz bizim üçün maraqlıdır. Bundan sonra nə kimi bir videoların çəkilməsini istəyirsinizsə, kommentar ya da şərh bölməsində qeyd edin. İzləyicilərimizə demək istəyirəm ki, dəstək olsunlar bizə. Kanalımızı bəyənsinlər. Əziyyətimizi yerdə qoymasınlar. Nəsə ki, bizi izləsinlər də, hər şey maraqlı olacaq.